Əfsuslar olsun ki, mən bunu söktürüb yeniləməliyəm. Kafeli çıxartmağa çalışacağıq. Amma özünü buraxmır. Sözün bugünkü bəzi keramogranit ustalarına. Baxın, köhnə kişilər, köhnə ustalar kafeli necə vurublar. 15 il bundan qabaq köhnə kişilərin işlədiyi kafel metlaq işidir bu. Əfsuslar olsun ki, mən bunu söktürüb yeniləməliyəm. Beləliklə, dəyərli izləyicilərimiz, səliqəli çıxsın deyə biz bunu qızdırmalıyıq bu formada. Hardasa 20-25 dəqiqə, hətta yarım saat belə qızdırıb kafeli çıxartmağa çalışacağıq. 15 il az bir müddət deyil və 15 il müddətində artıq kafelin altının matası da özünü buraxmalıydı. Döyəşləmək təxminən bir 20 dəqiqə bu qızmalıdır. Artıq yarım saatdır döyəşləyirəm. Gördüyünüz kimi kafel kırılır, amma özünü buraxmır. Bir balaca da olsa boşluq yoxdur ki, çəkic zəif yerdən tutsun və bu özünü buraxsın. Artıq uşaqlar bu divarı söktülər. Yəni perforatorla dağıtdılar divarımızı gördüyünüz kimi. Və 15 il bundan qabağın işi gör necə mükəmməldir. Yəni daraqla çəkilib vurulan bir dənə də olsun boşluq yoxdur. Bunları soruşursa perforator girib bunların içinə. Bu boyda divarı sökməyə təxminən 3-4 saat vaxt lazım oldu perforatorla. Hələ qabaqda bu hissələr var. Əsası sözün bugünkü bəzi keramogranit ustalarına. Baxın, köhnə kişilər, köhnə ustalar kafeli necə vurublar.